Salam, heç düşünmüşsünüzmü ki, dəriniz bədəninizdə baş verən problemlər haqqında sizə xəbər verə bilər? Bir çox insan dərdə yaranan ləkələri, qaşınmanı, quruluğu və ya rəng dəyişikliklərini sadəcə kosmetik problem hesab edir. Halbuki bəzi hallarda dəri bizə daxili xəstəliklərin ilk siqnallarını verir. Məhz buna görə dermatoloqlar deyirlər ki, dəri insan sağlamlığının güzgüsüdür. Bu videoda laqeyd qalmamalı olduğunuz 10 dəri əlamətindən danışacağıq. 1. Birdən-birə yaranan çox saylı səpkilər. Əgər əvvəllər dərinizdə problem olmayıb, amma qısa müddətdə çoxlu səpkilər yaranıbsa, bunun səbəbi yalnız kosmetik vasitələr olmaya bilər. Hormonal dəyişikliklər, dərman preparatları və ya bəzi daxili xəstəliklər buna səbəb ola bilər. Uzun müddət keçməyən qaşınma. Qaşınma təkcə allergiya demək deyil. Bəzi hallarda qaraciyər, böyrək, qalxana bənzər vəz və digər sistem xəstəlikləri də uzun müddətli qaşınmaya səbəb ola bilər. Əgər qaşınma həftələrlə davam edirsə, mütləq səbəbi araşdırılmalıdır. 3. Dərinin həddindən artıq quruması. Qış aylarında dərinin quruması normal ola bilər, amma qəfil başlayan və uzun müddət davam edən güclü quruluq bəzən hormonal problemlər və digər xəstəliklərlə əlaqəli ola bilər. 4. Dərinin rənginin dəyişməsi. Dərinin saralması qaraciyər problemlərinin əlaməti ola bilər. Göyərmə, solğunluq və ya qeyri-adi rəng dəyişiklikləri də mütləq qiymətləndirilməlidir. 5. Sağalmayan yara. Əgər dərinizdə yaranmış yara 4 həftədən çoxdur sağalmırsa və ya getdikcə böyüyürsə, bu vəziyyəti diqqətdən kənar qalmamalıdır. Birdən-birə çoxlu xal və dəri törəmələrinin yaranması. Əksər hallarda təhlükəli olmasa da qəfil dəyişikliklər dermatoloq tərəfindən qiymətləndirilməlidir. Saçların sürətlə tökülməsi. 7. Gündə müəyyən miqdarda saç tökülməsi normaldır. Ancaq saçlar dəstə-dəstə tökülürsə və ya baş dərisində seyrəklik yaranırsa, bunların səbəbi araşdırılmalıdır. Vitamin çatışmazlığı, hormonal dəyişikliklər və bəzi xəstəliklər buna səbəb ola bilər. 8. Dırnaqlarda dəyişikliklər. Dırnaqlarda yaranan çökəkliklər, qalınlaşma, rəng dəyişiklikləri və ya asan qırılma bəzi dəri xəstəliklərin və ya daxili problemlərin göstəricisi ola bilər. 9. Üzdə qəfil yaranan pigment ləkələri. Bəzi hallarda hormonal dəyişikliklər, günəş şüaları və istifadə olunan dərmanlar pigment ləkələrinin yaranmasına səbəb olur. Lakin hər ləkə eyni səbəbdən yaranmır. 10. Dəridə uzun müddət keçməyən qızartı. Əgər üzünüzdə və ya bədəninizdə qızartı davamlı olaraq qalırsa, bu rozasiya, ekzema, allergiya və ya digər dermatoloji problemlərin əlaməti ola bilər. Erkən müalicə daha uğurlu nəticə verir. İnsanların etdiyi ən böyük səhv internetdə özünə diaqnoz qoymaqdır. Axtarış sistemində oxunan məlumatlar və sosial mediadakı videolar sizi yanlış istiqamətə yönəldə bilər. Eyni əlamət müxtəlif xəstəliklərdə müşahidə oluna bilər. Məhz buna görə peşəkar müayinəsi vacibdir. Dərinizə necə diqqət etməlisiniz? Ayda bir dəfə güzgü qarşısında bütün bədəninizi yoxlayın. Yeri yaranan ləkələrə, xallardakı dəyişikliklərə, sağalmayan yaralara, qaşınmaya və rəng dəyişikliklərinə diqqət edin. Əgər qeyri-adi dəyişiklik hiss edirsinizsə gözləməyin. Nə zaman dermatoloqa müraciət etməlisiniz? Əgər dərinizdəki problem 2-3 həftədən çox davam edirsə, əgər istifadə etdiyiniz məhsullar kömək etmirsə, əgər xal, ləkə və ya yara dəyişməyə başlayıbsa, əgər saç tökülməsi və ya qaşınma getdikcə artırsa, vaxt itirmədən dermatoloqa müraciət edin. Yekun, dəri yalnız bədənimizi örtən orqan deyil. O, bəzən sağlamlığımız haqqında bizə ilk siqnalları verən ən vacib orqanlardan biridir. Bu siqnalları vaxtında görmək və düzgün qiymətləndirmək bir çox problemin erkən aşkarlanmasına kömək edə bilər. Unutmayın, internetdə oxuduğunuz məlumatlar və sosial mediadakı videolar diaqnoz əvəzi deyil. Dərinizdə sizi narahat edən hər hansı dəyişiklik varsa, vaxt itirmədən dermatoloqa müraciət edin. Erkən diaqnoz və düzgün müalicə həm dəri sağlamlığınızı, həm də ümumi sağlamlığınızı qorumağın ən etibarlı yoludur. Əgər bu video sizin üçün faydalı oldusa, bəyənməyi, kanalımıza abunə olmağı və bildirişləri aktiv etməyi unutmayın. Şərhlərdə növbəti hansı dermatologiya mövzusunda video görmək istədiyinizi yazın. Sağlam və gözəl dəri üçün növbəti videolarda görüşənədək.